Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Essalatu vesselamu ala rasulina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Biz əvvəlki dərslərdə cemaat namazı haqqında danışmışdıq. Cemaat namazının hökmü haqqında danışmışdıq. Bu dərsimiz də elə bununla əlaqədardır. Belə ki, bir şəxs tək başına bir namaz qılıb, bundan sonra yanında cemaat şəklində namaza başlanarsa, bu şəxs nə etməlidir? Onları öyrənəcəyik inşallah. Dediyimiz kimi bunların hamısı cemaat namazının önəmini, cemaat namazının əhəmiyyətini göstərir. Beləcə, əvvəlcə biz bir adam əgər fərz namaza başlayıbsa, bundan sonra yanında bir eyni fərz namazını qılan cemaat əmələ gəlirsə, cemaat şəklində namaz qılırlarsa, bu adamın öz namazını yarıda qoyub onlara qoşulması haqqındakı hökmləri öyrənəcəyik. Təbii ki, burada təfərrüatlar var. Bunlara yaxşı-yaxşı qulaq asmaq lazımdır. Az da olsa bu kimi hallarla rastlaşırıq. Yəni biz məsələn fərz namaza qılmağa başladıqdan sonra görürük ki, artıq yanımızda cemaat şəklində həmin fərz namazı qılınır. Dediyimiz kimi fərz namazını da cemaatla qılmaq vacib və yaxud da ki, müəkkəd sünnət olduğuna görə biz bu fərz namazı bir çox hallarda yarıda saxlayıb həmin cemaata qoşulmağımız lazımdır. Beləcə bu hansı hallardır və hansı hallarda necə qoşulacağıq, onları öyrənək. Namaz qılan şəxs tək başına fərz namazını qılmağa başlayırsa və bir cemaatın da fərz namazı qılmağa başladığını görürsə, yəni o cemaatın imamı da təkbir alıb namaza başladığını görürsə, bu şəxsin biz öz vəziyyətinə baxırıq. Bu şəxs əgər birinci rükətdədirsə və birinci rükətində səcdəsini etməyibsə, o şəkildə sağ tərəfə salam verir və o namazdan çıxır, bu cemaatla qılınan namaza qoşulur. Dediyimiz kimi bu hal ancaq o cemaatın namaza başladığı vaxta aiddir. Sadəcə iqamə verilməsi ilə, iqamənin başlaması ilə bu şəxs namazını kəsmir. Ancaq imam namaza başladıqdan sonra tək qılmağa başlayan adam namazını kəsib onlara qoşulur. İkinci variant isə bundan ibarətdir. Həmin şəxs tək başına fərz namazı qılmağa başlayır, ancaq bu şəxs birinci rükətin səcdəsini eləyir. Bundan sonra bir cemaatın namaz qılmağa başladığını görür və bu halda nə edir? Əgər bu namaz axşam namazı və yaxud da ki, sübh namazı, yəni fəcr namazıdırsa, bu şəxs yenə də yuxarıdakı əvvəlki variantda olduğu kimi birinci rükətin səcdəsini eləmiş olsa da, yuxarıda eləməmişdi. Burada isə sübh və axşam namazlarında birinci rükətin səcdəsini eləmiş olsa belə, o namazını orada kəsir və cemaata qoşulur. Çünki bu namazlar qısadır və bu namaz qılmağa başlayan adam da hələ namazının əvvəlində olduğu üçün öz namazını kəsib bunlara qoşulmasa, cemaatla qılınan fərz namazına çatmaya bilər, bu imkanını əldən qaçıra bilər. Üçüncü variantımız isə bir adam fərz namaza başlayıb və birinci rükətin səcdəsini də eləyibsə, bundan sonra cemaat namazına başlandığını görsə, bu şəxs həmin namazın ikinci rükətini də qılır, ikinci rükətindən sonra salam verir və bu cemaata qoşulur. Onun əvvəlcə qıldığı, yəni fərz olaraq başlayıb yarıda kəsdiyi namaz isə 2 rükət nafilə namaz olaraq sayılır. Burada nə üçün işiyə tamamlayır? Burada 2 rükəti tamamlaması ondan ötürüdür ki, bu namazlar uzundur və həm özü tam bir namaz qıla bilir, təbii ki, nafilədən söhbət gedir, həmçinin cemaat namazına da çatma imkanı olur. Ona görə həm birinci namazı tamamlayır, nafilə olur, ikinci namazı isə imamla birlikdə tamamlayır. Ancaq əgər bir şəxs fərz namazına başladıqdan sonra və bu namazın əksəriyyətini, çoxunu qıldıqdan sonra bir cemaatın eyni fərz namazına başladığını görərsə, bu halda artıq öz başladığı fərz namazını tamamlayır və öz başladığı fərz namazını yarıda kəsib bu cemaata qoşulmur. Ancaq burada da bir neçə variant var. Bəli, əgər bu tamamladığı namaz fəcr namazı, yəni sübh namazıdırsa və yaxud məğrib namazıdırsa, tamamlamış olsa belə yenidən gedib imama qoşulub namaz qıla bilmir. Bunun səbəbi fəcr namazından sonra, yəni fəcrin fərzindən sonra nafilə bir namazın olmamağıdır. Biz bilirik ki, artıq bu adam fərz namazını qıldıqdan sonra onun üçün o fərz olaraq keçir və növbəti qılacağı namaz isə nafilə olur. Bu adam fərzini tamamlayıbsa, artıq tamamladıqdan sonra cemaatla qılınan fərzə qoşulması məkruhdur və yaxud qoşulması caiz deyil.
Çünki bu halda qoşulsa, məsələn, fəcr namazını qıldıqdan sonra yenidən fəcr namazına qoşulsa, qoşulduğu namaz bunun üçün nafilə olacağından və fəcr namazından sonra da nafilə namaz olmadığı üçün bunun bu əməli məkruh olacaq. Bu eyni ilə məğrib namazında da belədir, ancaq oradakı məkruhiyyətin səbəbi başqadır. Səbəbi bundan ibarətdir ki, bu şəxs 3 rükətli nafilə namaz qılmış olacaq. Yəni özü tək başına məğribi qıldıqdan sonra yenidən cəmaət şəklində məğrib qılındığını görərsə, bura qoşularsa, namazı 3 rükətli şəkildə qılmış olacaq. 3 rükətli də nafilə olmadığından belə bir kərahət var. Həmçinin bunu 4 olaraq tamamlamaq istəsə, bu zaman da imamın qıldığı namaza müxalifət eləmiş olacaq. Yəni imamın qıldığı 3-dür, bunun qıldığı isə 4 olacaq. Hər bir halda sübh və məğrib namazından sonra sübh və məğrib namazını tək başına qılıbsa, bundan sonra sübhün və məğribin qılındığını görsə, bura gəlib qoşulmur. Ancaq bu şəxsin qıldığı namaz 4 rükətli namazlardırsa, bu şəxs o namazın yarıdan çoxunu qılıbsa, yəni 3 rükətini qılıbsa, bu halda da yenə bunu 4 rükətə tamamlayır və fərz namazını qılmış olur. Ancaq bundan sonra bu adam cəmaatla qılınan eyni namazın fərzinə qoşula bilir və yaxud qoşulması müstəhəbdir. Burada da bir məsələ var. Biz bunu namaz qılmanın məkruh olduğu vaxtlarda əslində qeyd eləmişdik. Orada qeyd eləmişdik ki, bunlardan biri də ikindi namazından sonra nafilə namazın qılınmasıdır. Yəni əsr namazından sonra. Beləliklə, ikindi namazı buradan istisnadır. Yəni bir adam ikindi namazını qılıbsa, tək başına bundan sonra ikindi namazını və yaxud da ki, ikindi namazının yarıdan çoxunu qılıbsa tamamlayır və ikindi namazı qılınan bir cəmaata qoşulmur. Çünki ikindi namazından sonra bu adamın qıldığı namaz artıq nafilə sayılacaq. İkindi namazından sonra nafilə qılmaq da məkruhdur. Beləliklə, yerdə qalır cəmi 2 namaz. Yəni zöhr namazı, yəni günorta namazı və işa namazı. Yatsı namazı. Yəni bir şəxs namazının tək başına qıldıqdan sonra və yaxud da ki tək başına, yəni qıldığı namazın yarıdan çoxunu qılıbsa, yəni 3 rükətini və daha çoxunu qılıbsa, bu adam tamamlayır və ondan sonra bu cəmaatın qıldığı fərz namazına qoşulur və yaxud qoşula bilər və yaxud qoşulması müstəhəbdir. Çünki bu vaxtlarda artıq nafilə namaz qılınması caizdir. Bu şəxsin də cəmaatla qılacağı bu namaz nafilə sayılacaq. Çünki o fərzi artıq tamamlamışdı. Bu 4 rükətli namazlarımızın 3 rükətini və yaxud 3-dən çox hissəsini qılan şəxslərə aid idi. Ancaq 4 rükətli namazların 2 rükətini qılıb, 3-cü rükətinin səcdəsini eləməyibsə, tək başına qılan şəxsdən söhbət gedir. Və fərz namaza cəmaatla başlandığını görərsə, bu halda belə yenə salam verib o namazından çıxar. O qıldığı namaz təbii ki, tək başına başladığı namaz nafilə olar və bu fərz namazına qoşular. Bu da 4 rükətli namazlara aiddir. Yəni günorta zöhr namazı, əsr namazı və işa namazı. Bunu təkrarlayacaq olsaq, belə deyərik, namazın 3 rükətini artıq qılıbsa, 3-cü rükətin səcdəsini də eləyibsə, buradan geri dönüş yoxdur, onu tamamlamalıdır 4 rükətli namazlarda. Ancaq 3-cü rükətin səcdəsini eləməyibsə, bu şəxs 3-cü rükəti qılmamış sayılır, orada kəsir və cəmaat namazına qoşulur. Bu hallar əlbəttə ki, məscidlərdə çox baş vermir. Yəni bir adam məscidə girib fərz namazını cəmaatla qılınmağa başlamamışdan əvvəl fərz namazını tək başına qılması doğru deyil. Bunun özü ayrıca bir məkruhdur. Ancaq məsciddə baş verməsi də bəzən mümkün olar. Ancaq əsasən məscid xaricində bu kimi şeylər baş verir. Ona görə Hənəfi məzhəbində belə hökmlər var. Bunlara riayət eləmək istəyən bu dərsimizi, bu videomuzu təkrar dinləyə bilər və yaxud eyni yerlərə təkrar baxa bilər. Burada təfərrüatlar dediyimiz kimi çoxdur. Bəli, bura qədər danışdıqlarımız bir adamın fərz namazına başladığı halda o fərz namazını kəsməsinə aid hökmlər idi. İndi isə bir adam sünnət namazına başlayıbsa, bu halda necə eləyəcək? Yəni sünnət namazına başlayıb və həmin vaxtın fərzi qılınır cəmaatla. Bu şəxs nə etməlidir? Bu hala isə məscidlərdə daha çox rast gələ bilər. Yəni biz məscidə daxil oluruq, sünnət namazına başlayırıq, fərz namazın iqaməsi verilir və bunlar namaza başlayırlar. Bəli, əgər bir şəxs nafilə namaza başlayıbsa və cəmaat da həmin vaxtın fərzinə başlayırsa, yəni imam artıq təkbir gətirib namaza başlayırsa, istər bu şəxs birinci
birinci rükətin, yəni başladığı nafilə namazın və yaxud sünnət namazın birinci rükətinin səcdəsini eləmiş olsun, istər eləməmiş olsun, fərqi yoxdur. Bu şəxs o başladığı namazı 2 rükətə tamamlayır. Yəni 2 rükət olaraq sona çatdırır, ondan sonra cəmaata qoşulur. Məsələn, bu günorta namazında baş verə bilər. Biz bilirik ki, günorta namazının ilk sünnəti 4 rükətlidir. Bu da o namazı yarıda saxlamışdı. Beləcə, bu günorta namazının fərzini cəmaatla qıldıqdan sonra günorta namazının son sünnətini də qılır. Ondan sonra isə bu yarıda saxladığı 4 rükətli namazı, yəni ilk sünnəti 4 rükət olaraq günorta namazının son sünnətindən sonra qılır. Beləcə, bu 4 rükətli namazın 2 rükətini qılmışdı. Ancaq yenidən qəza eləyərkən 2 rükət qılmır, 4 rükət başdan axıra qədər qılır. İndi deyəcəyimiz məsələ isə daha fərqli bir məsələdir. Bir şəxs məscidə girdiyi zaman fərzə artıq başlandığını görür, cəmaatın fərzi qılmağa başladığını görür. Bu halda bu şəxs heç bir namaz qıla bilməz, ancaq imama qoşulub həmin fərz namazı cəmaatla birlikdə qılması lazımdır. Buradan Hənəfi məzhəbi kitablarında sübh namazının sünnətini istisna eləyirlər. Çünki sübh namazının sünnəti olduqca müəkkəd bir sünnətdir. Bunun da öz şərti var. Əgər bir şəxs əmindirsə ki, bu şəxs sünnət namazını qıldıqdan sonra sübh namazının fərzinə də çatdıracaq, bu şəxs fəcr namazının sünnətini qılar daha sürətli bir şəkildə, ondan sonra fərz namazının cəmaatına qoşular. Ancaq bundan əmin deyilsə, sünnət namazını qıldığı təqdirdə fərz namazını keçirdəcəyindən, cəmaatla birlikdə qılmağı əldən buraxacağından qorxursa, bu halda bu şəxs sünnətlə məşğul olmaz, birbaşa fəcr namazının fərzinə qoşular. Cəmaata qoşulma ilə əlaqədar bir önəmli məsələni də qeyd eləyək. Cəmaata nə zaman qoşularsa, o həmin rükətə çatmış olur. Bildiyimiz kimi bir şəxs hər hansı bir rükətin qiyamında, yəni cəmaat və yaxud imam ayaq üstə olduğu halda çatarsa, bu həmin rükətə çatmış sayılır. Həmçinin imam rükudadırsa, rükü yox ha, rükü. Bəli. Və bu da rükuya çatdırırsa, bu həmin rükətə çatmış sayılır. Burada diqqət eləyəcəyimiz bir şey də var. Bir şəxs gəlir artıq rükuya çatacağını hiss eləyir və təkbir alıb. Təbii ki, namazda iftitah təkbiri, yəni giriş təkbiri fərz olduğu üçün və bunu da ayaq üstə gətirmək vacib olduğu üçün bu şəxs namaza qoşulmaq istədikdə iftitah təkbirini gətirməsi lazımdır. Gətirdiyi təkbirdə iftitah təkbirinə niyyət eləməsi lazımdır və bu təkbir ayaq üstə gətirilməsi lazımdır. Əyilərək gətirilib imama qoşulması doğru deyil. Yəni tələsiklikdən imamın rükuda olduğunu görərək birbaşa təkbir gətirmədən namaza qoşulsa, bu namaza girməmiş sayılır. Təkbiri də ayaq üstə gətirmədən yenə qoşulsa, yenə də bu sayılmır. Ancaq təkbir ayaq üstə gətirilməli, ondan sonra rükuda olan imama çatmağa çalışmalıdır. Yəni rükunun hər hansı bir hissəsində, hər hansı bir saniyəsində imamla birlikdə bu adam rükunu yaxalayırsa, bu həmin namazın həmin rükətinə çatmış sayılır. Ancaq bu adam təkbir gətirdikdən sonra imamın artıq təkbir gətirərək başını qaldırdığını görürsə, bu adam həmin rükətə çatmamış sayılır, ancaq namaza daxil olmuş sayılır. Bundan əlavə olaraq bir şəxs məscidə və yaxud hər hansı bir yerə daxil olub cəmaat namazının qılındığını görürsə, bu da o cəmaat namazını qılmayıbsa təbii ki, görürsə, namaza qoşulmaq istədikdə bunların yenidən qiyama qalxmasını, yəni ayaq üstə durmasını gözləməməlidir. Onlar əgər səcdədədirlərsə, bu yenə təkbiri ayaq üstə gətirib iftitah təkbirini səcdiyə getməsi lazımdır. Və yaxud onları oturduqları halda görürsə, yenə təkbiri ayaq üstə gətirib bunlara qoşulması lazımdır. Yəni bunların ayaq üstə durmasını gözləməsinə ehtiyac yoxdur. Bu doğru da deyil. Hətta bunun namazdakı son oturuş olduğunu bilsə belə, bu ayaq üstə təkbiri gətirib bunlara qoşulması lazımdır. Əgər bu şəxs imam sağ tərəfə salam vermədən bu şəkildə bir cəmaata yetişirsə, bu fərz namazına çatmış sayılır. Yəni imama tabe olmuş sayılır. Təbii ki, bundan sonra bu durub qılmadığı rükətləri
qılacaq. Burada qeyd eləmək istədiyimiz şey, namazın bitməsinə bir neçə saniyə qalmış olduğunu bilsə belə, bu adam, yəni imamın sağa salam vermədən namaza yetişəcəyini bilsə belə, həmin namaza qoşulması, cemaat namazına qoşulması lazımdır. Dediyimiz kimi, namaza sonradan qoşulan şəxs hansı rükətləri qılmayıbsa, o rükətləri imam salam verdikdən sonra durub tək başına qılıb, ondan sonra da salam verib namazdan çıxır. Elhamdülillahi Rabbil alemin.